Bugün o uşaq Ziba, balaca Ziba qarşında olsaydı ona nə deyərdin? Yəni bugünkü Ziba ona nə deyərdi? Hansı səhvləri etmə? Bir çoxların. Bugünkü Ziba 19 yaşına geri dönsəydi, yəni bir çox səhvlər eləməzdi. Nə səhvlər eləmişsən? Olub, amma eləməzdi. Məsələn. Yox, o barədə danışmaq istəmirəm, amma eləməzdi. Çünki gənc çağlarına da 19-20 yaşlarına gələndə qızın, yəni gənc çağlarına vaxt gəlsəydi, yəni ananın sözünü dinləyərdim. Buradan da demək istəyirəm ki, qızlar heç vaxt ananızın sözündən çıxmayın. Bilin, o sizə doğrunu da, yanlışı da. Nadir hallarda olar ki, ananın tövsiyəsi yanlış çıxsın insanda. Nadir. Amma inandırım Allaha, ananın belə deyək, xeyir duası olmadan, o şeyə rizası, adi bir işə gedirsən, o işdə ana deyir, ay bala, o yaxşı bir iş deyil. Məsələn, filan kəs yaxşı insan deyil, ondan uzaq dur, dost baxımından. Deyirsən, ay mama, yox, sən nə bilirsən ki, məsələn, yox belə. Amma görürəm ki, yox, ana demək düz deyilmiş.